Sual: duha namazını daimi olaraq məsciddə qılmaq barədə nə varid olub? Duha namazı hansı ki işraq adlanır, günəş yeni çıxanda qılınır. Hədisdə Peyğəmbər sallallahu aleyhi və alə alihi və səlləm buyurur ki, kim əgər sabah namazını cəmaatla qılar və sonra oturduğu yerdə Allahı zikr edər ta ki günəş çıxana qədər və sonra 2 rəkət işraq namazı qılar, ümrə əcr qazanmış olar. Və bəzi rəvayətlərdə mənimlə bərabər ümrə əcri qazanmış olar. Bu, hər gün davamlı da ola bilər. Heç bir problem yoxdur. Bu, işraq namazı adlanır və duha namazının ilk vaxtı girdiyi vaxt qılınır. Lakin bundan başqa olan duha namazı, yəni ki, günəş çıxandan zöhr namazına qədər, bu daimi olaraq məsciddə qılmağa heç bir dəlil gəlməyib. Ümumiyyətcə, Peyğəmbər sallallahu aleyhi və səlləm bu namazı daimi qılmayıb. Hərçən ki, daimi qılmaq icazəlidir, lakin daimi məsciddə qılınmasına heç bir dəlil yoxdur. İxlasla.com saytı tərəfindən təqdim olundu.